Yeni il və dünya azərbaycanlılarının həmrəylik günü yaxınlaşdıqca Gəncəyə gəlib gedənlərdə də sayında artım müşahidə olunur. Sərnişinlərin mənzil başına rahat, vaxtında və təhlükəsiz çatması məqsədi ilə Avtovağzal və Dəmir Yolu Vağzalının kollektivi gücləndirilmiş iş rejimində çalışacaq. Gəncə Avtovağzalı bayram günlərində əvvəlcədən tərtib edilən qrafik əsasında fəaliyyətini davam etdirəcək. Avtovağzalın əməkdaşları da növbəli şəkildə çalışacaq. Bayrama bir neçə gün qalmasına baxmayaraq Gəncə Avtovağzalında ciddi sərnişin sıxlığı yaşanmır. Bayram ərəfəsində şəhərdən Respublikanın müxtəlif bölgələrinə getmək istəyən sərnişinlər üçün normal şərait yaradılıb. Avtovağzalın rəhbəri Namiq Həsənovun sözlərinə görə sərnişin sıxlığı yaşanarsa ehtiyat avtobuslar xəttə buraxılacaq. Bu məqsədlə Avtovağzal rəhbərliyi tərəfindən 15 avtobus ayrılıb. Avtovağzaldan hər gün 25 istiqamət üzrə 80-dən çox iri və orta tutumlu avtobuslar yola salınır. Müsahibimizin sözlərinə görə biletlərin satışında süni qiymət artımına nəzarət də gücləndirilib. Sərnişin axınında sıxlıq olarsa, biz yeni avtobusları, əlavə avtobusları xəttə daxil edəcək. Əgər sərnişin axını çox olarsa, bəli, vaxtı uzadacaq. 6-ya kimi yox, axşam saat 8-ə kimi, 20:00-a kimi iş rejimini uzadacaq. Gəncə Dəmir Yol Vağzalında isə bayram ərəfəsində sərnişinlərin sayında azlıq müşahidə olunur. Vağzalın rəis əvəzi Məhəmməd Nəzirovun bildirdiyinə əsasən Ağstafa, Böyük Kəsik, Qazax və Ekspres qatarlarının hər birinə dekabrın 29-da bir vaqon əlavə ediləcək. Bakı-Tiflis qatarına isə 4 vaqon qoşulacaq. Kassalarda bilet var, ehtiyac olarsa yenə vaqonlar qoşulacaq. Ayın 7-sinə qədər, bayram qutarına qədər vaqonların açılıb qoşulması davam edəcək. Rəhbərlik tərəfindən o izlənilir və ehtiyac olarsa əlavə vaqonlar qoşulacaqdır. Gücləndirilmiş iş rejimində Gəncə Avtovağzalı və Dəmir Yol Vağzalı yanvar ayının 7-sinə kimi işləyəcək. Sonraki günlərdə isə hər iki qurum işini adi qaydada həyata keçirəcək. Gəncə Dəmir Yol Vağzalının kassalarına sərnişinlər sut qarşısında müraciət edə bilər. Bundan başqa onlayn sistem vasitəsilə biletlərin sifarişi də mümkündür. Samirə Süleymanlı, Səbuh Elxanoğlu, Kəpəz TV.